Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah sizi korusun. İcazənizlə bir neçə sualımız olacaqdır. Quran əzbərləməklə bağlı. Quran əzbərləməyin hansısa bir vaxtı varmı? Və yaxud da ki, tövsiyə edərsinizmi? Biz Quranı hansı vaxtlarda əzbərləyək ki, yaddaşımız o vaxtda daha təmiz olsun? Allah sizi korusun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala eşrafil enbiyai və seyyidil mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allah həmd olsun möhtərəm qardaşlar. Qardaş həqiqətən gözəl bir məqama toxundu, gözəl sualdı. Hər birimiz üçün lazım olan bir məsələdir ki, hansı ki övladlarımız, həmçinin özümüz Quran-ı Kərimi əzbərləməyə çalışırıq. Və hansı vaxtlarda əzbərləsək daha yaxşı olar deyə qardaş gözəl bir məqama toxundu. Möhtərəm qardaşlar, Quran-ı Kərim ümumən hər bir vaxt, mömin hər bir vaxt cəhd etməlidir ki, Quran-ı Kərimi öyrənsin, əzbərləsin, Quran-ı Kərimə vaxt ayırsın. Çünki bir müsəlmanın, bir müminin bu həyatda dəyər verəcəyi ən böyük kəlam Allahın kəlamıdır. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimi nazil edib və onu asanlaşdırıb. Bəzən görürsən ki, insanlar deyir ki, yox, mən onu əzbərləyə bilmərəm. Bəzən əziyyət çəkir və fikirləşir ki, o mənim üçün çətindir. Hətta ən acınacaqlısı, möhtərəm qardaşlar, bəzən baxırsan ki, insan 30 ildir namaz qılır, ibadət eləyir, ancaq Allahın kəlamını oxuya bilmir. Vallahi bu çox acınacaqlı bir məqamdır. Düşün ki, insan 20 il, 30 il ibadətdədir, namaz qılır, ibadət edir, ancaq Rəbbinin kəlamına vaxt ayırmayıb. Bu nəyin göstəricisidir? Odur ki, o insan Quran-ı Kərimə layiqincə dəyər verməyib. Layiqincə ona vaxt ayırmayıb. Gəlin bir ayət kərimədən başlayaq ki, Rəbbimiz bizlərə buyurur ki, وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ. Biz Quranı asanlaşdırdıq. Onu dərk edən varmı? Düşünün ki, Quran-ı Kərimi Rəbbimiz asanlaşdırıb. Baxırsan, 5 yaşında uşaqdır, Quranı başdan sona əzbərləyir. Bu asanlıq deyilmi, möhtərəm qardaşlar? Ona görə övladlarımıza həyatın başlanğıcında ən gözəl öyrədəcəyimiz kəlam Allahın kəlamıdır. Vallahi, əgər Rəbbimizin kəlamını öyrətsək, o hər zaman xeyir, bərəkət içində olar. Hər zaman Allahın rəhmətində olar. Çünki Quran-ı Kərim bərəkətdir. Necə ki, Quran-ı Kərimdə Rəbbimiz buyurur ki, Kitabun ənzəlnəhu mübarakun. Biz mübarək kitab nazil etdik. Alimlər gətirirlər təfsirdə ki, Quran-ı Kərim mübarək kitab. Və sonra Rəbbimiz buyurur ki, Kitabun ənzəlnəhu mübarakun liyyəddəbbaru əyəti. Biz mübarək kitab nazil etdik, liyyəddəbbaru əyəti, onun ayələrini düşünəsiniz deyə. Və övladlarımıza çalışmalıyıq ki, həyatlarının gənc vaxtlarında, uşaq vaxtlarında onlara təşviq edək. Və eyni zamanda özümüz də əzbərləyək və oxuyaq. Və övladlar görsə ki, biz ona vaxt ayırırıq, oxuyuruq, öyrənirik və görəcəksən ki, övladın da ona baxıb təşviq babından və öyrənir, o da cəhd edir ki, öyrənsin. Çünki valideynlər ən böyük nümunədir. Və qaydaq qardaşın sualına ki, hansı vaxtlarda biz əzbərləməliyik? Bəli, Quran-ı Kərimin əzbərləmə vaxtı, təbii ki, Quran-ı Kərim rahat, asanlaşdırılıb Rəbbimiz tərəfindən. Ancaq zehnin təmiz olan vaxtları var. Məsələn, sübh namazından öncə. Sübh namazına mütəxəssislər, alimlər, qarilər gətirirlər ki, yəni Quran-ı Kərimi saf beynə daha rahat əzbərləmək olur. Məsələn, insan tez yatır işə namazından sonra və sübh namazından öncə başlayır, 1 saat qalmış Quran-ı Kərimdən əzbər. Özünə hər gün əzbərinə vaxt ayırır.
sübh namazından öncə əzbərlənən Quran sanki saf bir, təmiz bir kağıza yazılmış yazı kimidir, möhtərəm qardaşlar. Ona görə müəllimlərimiz də bizə tövsiyə edərdi ki, Quran-ı Kərimi günün ilk əvvəlində öyrənin. Xüsusən də xeyir nazil olan vaxtı, Rəbbimizin səmaya nazil olan və insanın səhərinin, gününün yeni açıldığı vaxtı ki, təmiz olur, zehni təmiz olur. O vaxtı əzbərlənən Quran daha rahat olur. Ona görə birinci məqam Quran-ı Kərimi sübh tezdən əzbərləmək və onda asanlaşır. Və bu xüsusi bir məqamdır. Sonra bir metod da var, onu da demək istəyirəm. Əslində metodlar və yollar çoxdur, əzbərləmək üçün yollar var. Ancaq istəyərdim ikisini sayım. İkincisi də insanlar var, ümumən əzbərləməyə çətinlik çəkirlər. Xüsusən də yaşlı insanlar. Yaxşı olar ki, yatmadan öncə, şam namazından öncə səhər əzbərləyəcəyin səhifəni insana görə dəyişir. 10 dəfə, elə insan var 20 dəfə, elə insan var 30 dəfə bir səhifənin üzündən oxuyursan və Allahın izni ilə səhər sübh namazına qalxdığın zaman onu bəzən bir dəfə oxumağa, bəzən də heç oxumadan görürsən ki, artıq o səndə axar su kimi gəlir. O səndə səhər durduğun zaman görürsən ki, sanki əzbərləmiş kimi onu oxuyursan. Ona görə bu da gözəl bir metoddur ki, bəzən əzbərləməyə çətinlik çəkənlər gecə yatmamışdan öncə oxusunlar. Çünki gecə yatmamışdan öncə, möhtərəm qardaşlar, onu əzbərləmək çətindir. Çünki zehin dolu olur, insan axşama kimi yüklənir, müəyyən dərsləri, müəyyən işləri və yorğun beyinlə Quran əzbərləmək olmur. Ona görə yaxşı olar ki, Quran-ı Kərimi sübh tezdən öyrənək və yatmadan öncə də onu çoxlu-çoxlu oxuyaq ki, səhər onun bəhrəsini görək. Bəli. Uca Allah xeyirli ömür versin sizə. Digər sualımız da hansı üsullardan istifadə edək ki, əzbəri daha asan olsun bizə? Möhtərəm qardaşlar, Quran-ı Kərimi daha asan əzbərləmək yollarından bir ikisini sayacağım inşallah. Hansı ki, vaxtları saydıq, o vaxtlarda öyrənmək daha asanlaşır və eyni zamanda da Quran-ı Kərimi əzbərləmək üçün birinci növbədə, möhtərəm qardaşlar, əzbərləyəcəyin səhifəni bir neçə dəfə diqqətlə oxumalısan. Diqqətlə oxumalısan və əzbərləyəcəyin səhifəni tam şəkildə sərbəst oxuduqdan sonra onu əzbərləmək çox asanlaşır. Yəni, keçdiyimiz metodlar və müəllimlərimizin də bizə tövsiyə elədiyi yollardandır ki, əzbər metodlarındandır ki, yəni o əzbərləyəcəyin səhifəni çoxlu oxumaq üzündən və xüsusən də diqqətlə oxumaq. Nəyə görə? Burada xüsusi bir məqam var. Olub ki, biz əzbərləmişik Quranı, baxırsan ki, bir yerdə səhv eləmişik. Elə də əzbərləmişik. Subhanallah, üzərindən illər keçib görsən, o yerə gələndə ilişirsən. Çünki Quran-ı Kərimdə belə bir qayda var. Necə əzbərlədinsə, onu düzəltmək çox çətin olur. Elə də qalır. Və onu düzəltmək 10 dəfə əzbərləməkdən çətin olur. Yenidən əzbərləməkdən çətin olur. Ona görə tövsiyə edirlər ki, Quran əhli Quran-ı Kərimi səhifəsini əzbərləmədən öncə onu düzgün oxumaq. Ki, birinci rahat əzbərləyəsən, ikincisi də ki, onu düzgün əzbərləyəsən. Bu da mühüm bir məqamdır asanlaşması üçün. Və eyni zamanda ikinci əzbərləmə metodlarından da birisi odur ki, bir sətri çoxlu oxuyursan, o sətri əzbərlədikdən sonra keçirsən ikinci sətrə. İkinci sətri əzbərləyirsən, sonra ikisini bir yerdə danışırsan, gördün ki, tam sərbəst. İkisini danışdıqdan sonra üçə keçirsən. Üçü əzbərləyirsən, sonra üçünü bir yerdə. Sonra dördü əzbərləyirsən, dördüncü sətri, sonra dördünü bir yerdə götürürsən. Sonra beşincini əzbərləyirsən, sonra beşini bir yerdə götürürsən. Bu da yəni mutqin olmaq üçün, yəni yaddaşda tam sabit qalması üçün bu da gözəl bir metoddur. Allah Subhanahu wa Taala hər birimizə Quran-ı Kərimi
gözəl şəkildə əzbərləyib ona əməl etməyə müvəffəq etsin. Sallallahu və səlləmə alə nəbiyyina və həbibina Muhammed.